Salam dostlar, kanala hoş geldiniz. Bugün sizinle birlikte mal anladır kimi Linux hakkında nələrsə anladıq eləyəcəyik. 3 gün əvvəl mən də öyrənmişəm. Öyrənmişəm demək, yəni öyrənməmişəm əslində. Elxanın sadəcə dərslərinə baxırdım. Bekarçılıq olduğu üçün məlum məsələ. Müəllimi çox pis izah elədiyi üçün. Yəni, əslində bəlkə də pis izah eləmir, bilmirəm. Məsələn üçün mənim kimi birinə çox uzun uzadı, qəliz və saçma sapan idi. Buna görə biz deməli Elxan demiş maşın qaldırma falan, endirmə, nə bilim, ayın kombayn belə şeylərə baxacağıq. Linux nədir? Linux əməliyyat sistemidir və ilk dəfə 1991-ci ilin 17 sentyabrında deməli Linus Torvalds tərəfindən yaradılmışdı və 17 sentyabr Elxanın doğum günüdür. Buradan ona sevgilər, sayğılar. Digər deməli əməliyyat sistemlərindən fərqi nədir? Kodlarının açıq olması digər əməliyyat sistemindən fərqi. Yəni mən o biz istənilən X1-i yükləyib istifadə edə bilər, dəyişə bilər, yeniliklər əlavə edə bilər falan başmekan. Deməli biz ilk növbədə Vimeo yükləyəcəyik. Mən də bildiyiniz kimi yüklüdür. Yenə də sizə addım-addım göstərmək istəyirəm. Giriş edirik. Təbii ki də bura ekranı biraz böyüdüm sizin için. Eyni zamanda gələcək böyük ihtimal videoda olacaqdır. Halım olsa indi izah edərəm. Mobanı da yüklüyürük bu hissədən. Ondan sonra maşınımızı işə salmaq üçün ISO fayl yüklüyürük. Əvvəl olsaydı ISO yazan kimi ISO fırtına gələrdi, amma mən artıq daşacaq bu dəniz istəmirəm. Mobanı buradan gördüyünüz kimi bu hissədən yükləyəcəyik. Təbii ki də sol tərəfdə olan hissəyə tıklayacağıq, yüklənəcək. Mən yükləmirəm, çünki dediyim kimi məndə yüklü halda gördüyünüz kimi var. Yüklənəndən sonra bu şəkildə olacaq. Təbii ki də üstünə tıklayacağıq. Ondan sonra bu hala gəlib çıxacaqdır. Buradakı ekrandan götürüb bu şəkildə kənara qoymaq olar. Yəni qısaca anlatmağa çalışıram. Eyni zamanda buradan WinMeer work yazan kimi nəticələr gələcək. Belə də axtarışa gərək yoxdur. Bir dəqiqə. Nəticələrə baxaq. Gördüyünüz kimi bura tıklayırıq. Daha sonra buradan yüklüyürük bu hissədən. Bu arada hesab açmaq gərəkəcək. Gördüyünüz kimi mənim hesabım var. Düşünürəm ki, yəni hesab açmaq o qədər də hər hansı X1 üçün çətin olmaz. Ümidvaram ki, aça bilərsiniz hesabınızı. Yəni çətin bir proses deyil. ISO faylı necə yüklüyürük? Bəs bu hissəyə gəlirik. More Tools, Developer Tools. Evet, gəldik. Deməli, bu hissəyə gördüyünüz kimi gəldi. Bu hissə anında gəlməyə də bilər. Siz yenə də buradan Network Connections hissəsinə tıklayırsınız. Buradan bu hissəyə basırsınız. Başqa heç bir şey eləməyə gərək yoxdur. Baxın, məndə zaten seçilidir. Lazım olan səhifəmiz artıq bizə gəlmiş olur. Bu hissədən Windows 10 təsdiq edirik. Təbii ki də seçirik. Dilimiz hansı dil lazımdırsa sizə tövsiyə edirəm ki, İngilis dilini seçəsiniz. İngilis dilini seçirik, təsdiq edirik və təbii ki də yükləyirik. Nəyi? 64 bit olanı yükləyirik. Məndə yenə olduğu üçün yükləməyəcəm. Ancaq yəni addım-addım bu şəkildə edə bilərsiniz. Daha sonra gəlirik. Məndə yenə Vimeo var. Sizdə yüklü deyilsə yükləyə bilərsiniz. Bu şəkildə olacaq. Yükləndikdən sonra üstünə tıklayaraq deməli yükləyə bilərsiniz. Bu şəkildə. Baxın, yenə də bilməyənlər üçün göstərmək istəyirəm. Hazırlanır, proses gedir, hazırlansın olacaqdır. Ümidvaram ki, səbirli şəkildə onu gözləyə bilərsiniz. Yoldaşlar. Hazırlanır. Next. Burada zaten məndə olduğu üçün deməli soruşur ki, nə etmək istəyirəm.
Sizdə bu təbii ki də soruşmayacaq. Bu şəkildə yüklənməyə başlayacaqdır anında, yəni üstünə tıklanan kimi. Məndə olduğu üçün proqram sual verir, amma hər halda sizə göstərmək üçün addımları izləyəcək. YouTube üçün qapağım hazırdır. Çox həyecanlıyam. Məncə mən Elxanın müəllimindən yaxşı izah edirəm. Mən 2 gün əvvəl dediyim kimi öyrənməyə başlamışam. Hələ ikinci dərsdəyəm. Çox dəhşət bir bilgim yoxdur, amma bildiklərim əsasında sizdə bilgiləndirmək istəyirəm, canlarım mənim. Sizləri yox, əslində bu videonu Elxan üçün çəkirəm. Elxanı bilgiləndirmək istəyirəm. Nəysə, finish. Tıqadıq. Hazırdır. Təbii ki də bu şəkildə olmayacaqdır dostlar. Sizdən dil seçənəyi istəyəcəkdir. Məncə silib o hissəni də sizə göstərim. Bir dəqiqə sildim, videoya davam edəcəm. Aha dostlar, sizin üçün sildim ki bir yerdə sizinlə birgə yükləyək. Premiere Workstation yükləməyə başlayırıq. Next. Qəbul edirik bütün qaydaları. İstəsiz oxuya bilərsiniz. İstəmirsinizsə yox. Seçirik. Next və yükləməyə qoyuruq. Biraz vaxt alacaq yükləmək. Çünki ölçü olaraq bir balaca böyük ölçüdür. Eyni zamanda sizə MOBA-nı göstərim. MOBA-da bu şəkildədir. Təbii ki də buradan 2 cür giriş edə bilərik. Bir SSH-dan girişimizi eləyə bilərik. Buradan adımızı, hostname'imizi yazaraq. İkinci olaraq da bu hissədən təbii ki də giriş eləyə bilərik. Proqramımız yükləndi. Yavaş-yavaş görürsünüz. Birazdan giriş etmək mümkün olacaqdır. Həmin anlarda sizlə bölüşəcəm. Yüklənmə tamamlandı və biz finishləyirik. Hesabımız təbii ki də açıldı. Əlasınız. Bura qədər gəldiyiniz üçün sizi təbrik edirəm. Buyurun, mən əvvəlcədən hesablarım var idi. Onun üçün bu şəkildə görsənir. Sizdə bu şəkildə olacaq. Yeni bir maşın biz yaradacağıq. Təbii ki də seçimlərimizi edirik. Linux'u seçirik. Buradan CentOS 864 bit seçirik. Burada başqa seçimlər də var. Bizə əsas lazımdır budur. Bu hissədən virtual maşınımızın adını qoyuruq. Mən Elxan qoymaq istəyirəm. Seçib yazıram. Təbii ki də seçimləri təsdiqləyirəm. Virtual maşınımın və finish. Gördüyünüz kimi Elxan yaradıldı. Buradan bəzi seçimlər etməyimiz lazımdır. İlk növbədə Elxan demişdi ki buradan bu içdə qrafikləri seçim ki daha çox kasmasın, yer tutmasın, bilmirəm. Yəni dediyinə əməl edirəm. Açıqcası bu mənim bildiyiniz kimi, bilmədiyiniz kimi və yaxud uzmanlıq alanım deyil. Buradan ISO faylı yükləyirəm. ISO fayl olmasa təbii ki də işə düşməyəcək. Bayaqlarımda sizə göstərmişdim. Dediyim kimi bura giriş edirsiniz. Buradan More Tools'dan seçim edərək ISO faylınızı yükləyirsiniz. Mən də bayaq yüklədiyim üçün əvvəlcədən var idi. Seçimimi edirəm. Burada CentOS və OK deyirəm. Hazırdır. Bura qədər gəlib çıxa bildinizsə sizi təbrik edirəm. İşə salıram. Biraz bu uzun proses olacaqdır. Install edirəm bu arada. Bəzən bizim oxumuz itə bilər. Ctrl-Alt edərək oxumuzu gün üzünə çıxara bilərik. 49, 48, 47 saniyə. Bir neçə saniyə ərzində, bir neçə yox, 40 neçə saniyə ərzində yüklənmə tamamlanacaqdır. Biz giriş edəcəyik. Videonu burada dayandırmaq istəmirəm. Ona görə də sizlə birgə deməli 35-34 saniyələrin bitməsini gözləyəcəyik dostlar. Bəli. Belə. Görək necə olacaq. Məncə, yəni çətin bir proses deyil. Bura qədər çox rahat şəkildə edib gələ bilərsiniz.
tam da malı anladır kimi izah etmeye çalıştım. Yani belə 9 saniyemiz qalıb. Ondan geri sayın. Birazdan deməli açılacaqdır. 1 və 0. Hazırdır. Gözləyək. Aynı şəkildə deməli mobilin da yüklənişi çox rahat və çox asandır. Əminəm ki, hər hansı bir çətinlik çəkməyəcəksiniz yüklərkən. Burada yenə biz bir neçə deməli saniyə və yaxud dəqiqə gözləyəcək 100% olana qədər. Videonu burada dayandıracağım. 100% olanda qaldığımız yerdən davam edərik. Artıq yüklənmənin tamamlanmasına az qaldığı üçün sizinlə yeniden bir aradayız. 91%, son faizlerimiz de 100% olanda tabii ki de dayanacağız. 95, 97, 98, 99 ve 100. Təbriklər. Bura qədər gəlib çıxdığınız üçün sizi təbrik edirəm. Bir neçə müddətdə gözləyəcəyik. Səbirli olaq, xahiş edirəm. Bura qədər gəlmişsinizsə, zaten deməli səbriniz boldu. Çünki mən bu proqramları yükləyənə qədər ciddən daralmışdım. Bir də Sims'i silmişdim yükləmək üçün. Çox acı verici idi mənim üçün. Sims silərək bunu yükləyib öyrənməyə çalışmaq. Ama yəni məncə mən öyrənməyə çalışıb eğer biraz öyrənə bildimsə siz də bacararsınız. Bəli. Hazırdır. Əlasız. Bəli dostlar, dil seçimimiz gəlir burada. Təbii ki istənilən dili seçə bilərsiniz. Mənim üçün ingilis dili rahat olduğunu düşündüyüm üçün ingilis dilini seçirəm. Continue. Burada bizim gördüğünüz gibi dil seçimimiz, vaxt seçimimiz, klaviaturada dil seçimimiz hər biri gəlir. Bu hissələrdən daxil olaraq baxa bilərsiniz. Bu bayaqlarım seçdiyimiz hissə bizə burada ən çox lazım olan hissə təbii ki də şifrəmizdir. Şifrəmizi qoyuruq. İstənilən şifrəni qoya bilərsiniz. Rahatçılıq olsun deyə 1, 2, 3, 4, 5 koymaq istəyirəm. Qısa olduğunu söyləyir mənə. 1, 2, 3, 4, 5 qoyaq. Zəif bir şifrədir. Elxan qoyaq bəlkə. 1, 2, 3, 4, 5 Elxan. Bəncə uzundur amma nəysə. 1, 2, 3, 4, 5 şifrəmizi qoyduq. Təsdiqləyirik. Hazır. Adımızı qoyuruq. Şifrəmizə yenə yazırıq. Şifrəni elə bir şey çalışın qoyun ki daha sonra unutmayacağınız bir şifre olsun. Ben birinci şifrəni səhv yazdığım üçün yeniden yazıram və təsdiqləyirəm. Şifrədə deyəsən səhvlik var arasındasa. 1, 2, 3, 4, 5 şifrəmiz okey. Və başlayırıq. Yine bir karşımızda yüklənmə prosesi var. Bu da biraz bizi deməli yubadacaq. Yine dayandırıram burada. Proses getirene kadar digər hesabımda açıldıktan sonra nələrlə rastlaşacaq göstərmək istəyirəm. Bu burada yüklənmədə qalsın. Sizdə də dediyim kimi hardasa bir 15-20 dəqiqə arasında təəssüf ki gözləyəcəksiniz.
Deməli, digər hesabımızda açıb, zaten yüklendikten sonra biz bu hissəyə tıklayarak hesabımıza giriş edə biləcəyik. Enter basıb daxil edirik. Ctrl Alt vururam ki, mənim axım itməsin. Bəli. Hesabımıza giriş edək. Daha sonra bəzi hissələri sizə göstərəcəm, yekunlaşacağım. İnşallah gələcək videomuzda, əgər gələcək videomuz olarsa, başqa bir şeylər də eləyərik. Bəzi əmrləri falan uyğulayarıq. Əmrləri falan uyğulayarıq deyirəm, yəni mən anlayışım elə güclü deyil deyə bunun başqa bir adı var yoxsa yox bilmirəm. Ona görə də üzrlü hesab edin, xahiş edirəm canlarım. Hesabımız açılıyor. Giriş edirəm. Burada sizdə ilk dəfədə olmayacaq, amma hesab açdıqdan sonra şifrənizi yazaraq hesaba giriş edə bilərsiniz bu arada. Məndə hesab daha öncədən olduğu üçün hesabım şifrəmi yazaraq giriş edirəm və şifrəmi qəbul etmir. Çünki baş hərfini böyüklə yazmamışam. Aha, giriş elədim. Yəni şifrə ilk hərf böyükləndir. Siz istədiyiniz şifrəni qoya bilərsiniz. Açılmağını gözləyək. Belə, çox gözəl. Artıq açıldı. Deməli, əsas hissələrə baxaq. Terminalımızı açaq. Bu bizə çox lazım olacaqdır. Və bunu biz böyük versiyada full ekranda istifadə edə bilərik. Full ekran olmadan da istifadə edə bilərik. Kesinliklə hər hansı bir fərqi yoxdur. Daha sonra digər hissələrə də nəzər sala bilərik. Full ekranı tərk edirəm, bağlayıram. Digər deməli hissələrə nəzər salırıq. Ayarlarımız burada hər hansı bir məlumat əldə etmək üçün starta basıb başladıb izləyə bilərsiniz. Mən izləmirəm. İzləməmişəm də, necədir bilmirəm. İnşallah izləyərik bir yerdə. Bir yerdə yox. Yəni hər öz izləyər. Bu da bizim emojilərimiz falan, ayın, bayın, kombayn, bayraqlarımız, işarətlərimiz, hər biri burada var. Buradan aşqısını seçirik. Hanı mənim aşqısı buradadır. Kopyalayıb istifadə edə bilərik. Sonra buradan da axtarış yerinə də yazıb axtara bilərik. Bizim kalkulatorumuz. Hər biri burada var. Belə. Yəni kalkulatordan istifadə edə bilərik. Hər cür seçənəklərimiz var. Mən daha çox axtarıb araşdırmamışam, çünki başım çıxmış dediyim kimi bu qədərini bilirəm. Sizə də bildiyim qədərini hizmət edəcəm, göstərəcəm, göstərdim də zaten. Başqa gələcək səfər biz deməli istifadə edəcəyik. Pardon. Bir dəqiqə. Mobox'dan burada iki cür hesaba giriş etmək olar. Buradan starta basaraq və yaxud da sessiyalar hissəsindən SSH seçib bura adı mənimki buradadır. 192, 168, 33, 128 bu isə hesab adını yazaraq giriş edə bilərsiniz. Giriş etdikdən sonra bu şəkildə görsənəcək. Bu hissələri təbii ki də gələcək videomuzda
olarsa əgər gələcək videomuz dediyim kimi görəcəyik. Evet. Burada yekunlaşırıq. Sizdən çıxış veririk. Hesablarımızdan. Elxan burada yükləmədədir. Görürsünüz necə gec yüklənir. Yəni gələcək videolarsa yəqin ki bu Elxanda biz davam edəcəyik tam deməli sıfırdan. Bu arada deməli IP-mizi bu hissədən deməli yazaraq da öyrənə bilərik. Necədir? Necə ki məndə 192, 168 falan idi. Siz də buradan həmçinin öyrənə bilərsiniz. Baxın, IP adresimiz bu hissədə yazılıbdır. Belə dostlar, məncə Elxanın müəllimindən çox yaxşı izah elədim. Hər birinizə sağ olun. Əgər izlədinizsə, izləmədinizsə də heç nə də yəni. Şahsi qərarlara hörmət. Sağ olun. Gecəniz xeyrə. 00:43-də bu vaxt mən TikTok izləməliydim. Nəysə.